İmam Sadiq əleyhissalam buyurmuşdu: Əgər mömin insanın günahı çox olsa və o da onları tövbə ilə aradan aparmasa, Allah Taala onu dünyada qəm-qüssəyə mübtəla edər ki, günahları onun vasitəsilə aradan getsin. Əgər bunu edəndən sonra günahları azalmasa, o zaman möminin bədənini xəstə edər ki, bununla günahları aradan getsin. Əgər bunu da edəndən sonra yenə də günahları azalmasa, o zaman onu ölüm anında sıxar ki, heç olmasa bununla günahları aradan getsin. Əgər bunun da faydası olmasa, o zaman ona qəbirdə əzab verər ki, qiyamət günü Allahın üzərində əleyhinə şahidlik edəcək heç bir günah olmadan qarşılasın. Allah bəndəsi üçün bütün həyatı boyu paklanmaq üçün şərait yaradar. Bu şəraitlərdən bəziləri tövbə kimi ixtiyari olduğu halda, bəziləri isə dünya çətinlikləri, qəbr əzabı kimi qeyri-ixtiyaridir. Bəs bərzəx əzabından nicat tapmaq yolu varmı? Bəzi hədislərdə qəbr əzabından qurtulmağın yolları göstərilmişdir. İmam Əli əleyhissalam buyurub: Hər kəs dinində miskin, mərifət və elmində zəif olan birini müxalif düşmən qarşısında, yəni dinində və əqidəsində ona elm və dinini öyrətməklə qüvvətləndirsə, o da nəticədə güclü dəlillərlə onun cavabını vermə qüdrətinə sahib olsa, bu zaman Allah Taala ona qəbirdə mühakimə və sorğu-sual zamanı, yəni mələklərin sualına cavab verməsi üçün təlqin edər ki, Rəbbim Allahdır, Peyğəmbərim Məhəmməddir, Əli də imamımdır, Kəbə də qibləmdir, Quran səadət və axirət azuqəmdir, möminlər də qardaşlarımdır sözlərini deyə bilsin. Bu zaman ona Allah Taala belə xitab edər: Höccət və dəlillə suallara cavab verdin. Buna görə də sənin cənnətin üstün dərəcələri vacib oldu. Bu zaman onun qəbri cənnət bağlarından birinə çevrilər. Etiqadı zəif olanlara, dini bilgiləri olmayan insanlara elm öyrətmək, hər hansı bir yol ilə onları dində möhkəmləndirmək, qəbirdə Allahın da o insana soru-sual zamanı yardım etməyinə səbəb olar. Əhl-i beytə olan hədsiz sevgi də qəbr əzabından nicat tapmağa səbəb olar. Hədislərə görə hər kəs Peyğəmbərin sallallahu aleyhi və aleyhi və səlləmin əhl-i beytinə məhəbbət bəsləsə və bunu da öz həyatında əks etdirsə, bu sevgi səbəbilə qəbr əzabından nicat tapar. Həmçinin insan qəbr əzabından nicat tapmaq üçün əvvəlki bəhslərdə bəyan etdiyimiz günahlardan da mütləq olaraq çəkinməlidir.